Bizdən ucuz görsəz problem yoxdur. Onu skrinləyin, atın, sizə daha uyğun qiymətə verəcəyik. Bu silahlar, bunlar PUBG-nin silahlarıdır. Bunlar hamısı PUBG personajlarının silahlarıdır. Videoda gördüyünüz hər hansı bir oyuncaq varsa, gözünüzü tutan oyuncaq oldusa, skrin eləyib WhatsApp üzərindən qeyd etdiyimiz nömrəyə göndərib həmən məhsul qiymətini həm topdan, həm pərakəndə qiymətini öyrənə biləcəksiniz. Воздушный шар. Hot air balloon. Hər iki dildə. Həm ingilisində, həm rus dilində tərcümə edir. Çox gözəl məqsəddir. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Bu dəfəki çəkilişimiz oyuncaq mağazasından oldu. Sizə izləyicilərdən daha çox istəklər olurdu. Valideynlər ən çox maraqlanırdılar. Uşaq oyuncaqlarını sədərəkdə harda uyğun qiymətə ala bilərik və ən çox da istənilən şeylərdən biri də WhatsApp qrupun olması idi ki, bugünkü çəkəcəyimiz mağazada həmən WhatsApp qrupda mövcuddur ki, rahat şəkildə həm pərakəndə şəkildə almaq istəyənlər, həm topdan şəkildə almaq istəyənlər bu WhatsApp qrup vasitəsilə oyuncaqları detallı olaraq qiymətləri ilə bərabər görə biləcəklər və istədiklərini seçib sifariş edə bilərlər. Əgər siz də övladınıza oyuncaq almaq istəyirsinizsə və yaxud da bu sahədə biznes qurmaq istəyirsinizsə və yaxud da mövcud biznesiniz var, toptancı axtarırsınızsa, videonu sonradakı izləyin və ətraflı, detallı mağaza haqqında, məhsullar haqqında, əməkdaşlıq haqqında, WhatsApp qrup haqqında məlumatları öyrənin. Bu toptancı mağaza yerləşir Sədərək Ticarət Mərkəzi, Şirniyyat Bazarı 9-cu sırada. Korpus 01, mağaza nömrəsi 1416. Mağaza adı isə New York Toys. İndi isə mağazanın rəhbəri Ülvi bəy bizə detallı olaraq mağaza haqqında, məhsullar haqqında, əməkdaşlıq haqqında, WhatsApp qrup haqqında məlumatları bölüşəcək. Salam Ülvi bəy, xoş gördük. Zəhmət olmasa bizə müştəriləri ən çox maraqlandıran hansı suallardır? Ümumi olaraq mağaza haqqında, oyuncaqlar haqqında, kateqoriyalar haqqında məlumat verin. Daha sonra isə detallı olaraq bir-bir məhsulları və qiymətləri göstərək. Salam, hər vaxtınız xeyir. Biz artıq bazarda 6 ildən çoxdur fəaliyyət göstəririk. New York Toys olaraq Sədərək Ticarət Mərkəzində yerləşir mağazamız. Şirniyyat korpusunda, Şirniyyat bazarında 9-cu sırada Korpus 01, mağaza 1416. Bizdə 0-16 yaşa qədər bütün yaş kateqoriyalarında oyuncaqlarımız, həmçinin inkişaf etdiricilər və digər uşaqlar üçün olan vasitələr var ki, yerimə vasitələri, yeriməyi yeni öyrənən uşaqlar üçün xalçalar və digər oyuncaq vasitələri vardır. Hansı çeşidlərdən başlamağı məsləhət görürsünüz ki, qabaqdan hansı fəslə, yaz fəsli, yay fəsli gəlir, hansı oyuncaqları daha çox tələbat var, o kateqoriya oyuncaqlardan başlayaq, daha sonra isə ümumi olaraq mağazada digər çeşidləri göstərək, daha sonra isə əməkdaşlıq, WhatsApp qrup haqqında məlumat verək. Olur. Deyim ki, oyuncaqlarda bir çox sektorlarda olduğu kimi sezonla işləyən oyuncaqlar da var. Bunlarda məsəl üçün artıq qarşıdan yay gəlir, yay fəsli gəlir, yaz fəsli, yay fəsli gəlir. Bu fəslə uyğun əsasən su oyuncaqları, hovuz oyuncaqları, sonra şarlar, hovuz şarları, su atan tapancalar, köpüklər və bir çox bu kimi oyuncaqlar, baseynlər sezonu başlayır. O sezon malları təbii ki, hələ yay tam gəlmədiyi üçün mağazada yerləşdirilməyib, amma bunların da artıq yolda olduğunu, mağazamıza gələcəyini və topdan və pərakəndə satışının mağazamızda olacağını bildirmək istəyirəm. Gəldiyi halda da qrupda şəkil və qiyməti ilə bərabər paylaşımlar olacaq. Yeni gələn məhsullarımızın qrupda həm şəkilləri, həm müştərilərin istəyinə uyğun olaraq bəzən də müştəri vizual olaraq onu görmək istədiyi üçün, tam görmək istədiyi üçün videoları göndərilir müştərilərimiz. Lap yaxşı, o zaman birinci başlayaq bayır hissədə olan məhsullardan, daha sonra isə digərlərinə keçid edək. Ailə sezonunda ən çox istifadə olunan minik vasitələri, samakatlar, skeytlərdir ki, bunların da mağazamızda satışı mövcuddur. Bunlar hər yaş kateqoriyasında 3 yaşdan istifadə etsin. 3 yaşdan 18 yaşa qədər, 110 kiloya qədər yük götürən uyğun sınıflarımız var, mağazamızda mövcuddur. Bunun yanaşı bizdə faizdən xalına yanaşı öz istehsalımız olan, məhsullarımız da var. Sözünü kamazlı məhsullarımız var. Bunlar farklı istehsalatlı məhsullarıdır və çox gözəl məhsullardır. 110 kiloya qədər yüklənilir, yaxınlaşıb mağazada test edə bilərsiniz.
Bunların da həm istedadlı topdan satışı, həm də perakende satışı mümkündür. Eyni zamanda ən çox trenddə olan, reklam olunan kuklalar, ya belə deyim də, Onların hündürlükləri fərqi var ha. Əlbəttə, onların da fərqli hündürlükləri var, amma topdan satışda, yəni təkrar qeyd edirəm, məhsulları, qiymətləri çox ucuzdur, əlavə indirimlər də olur, və onu qeyd etmək istəyirəm ki, topdan qiyməti haradasa aşağı olarsa, ondan da aşağı qiymətə razılaşma yolu ilə məhsullarımızı təqdim edirik. Burada isə qabaqdan sezon gəlir. Plyaj oyunları var ki, uşaqlar daha çox sevir qumla oynamağı. Dəst şəkildə yenə bu mağazadan. Həmçinin toplardır, şarlardır və digər sezon mallar var ki, yoldadır, gəlir. İnşallah onu da WhatsApp qrupa qoşulanlar növbəti aylarda inşallah görəcəklər. Ülvi bəy, bayaq qeyd elədiniz ki, girişdə inkişaf etdirici oyunlar, məntiq oyunları, oyuncaqları da var ki, günümüzdə mən özüm də valideynəm. Valideynlər ən çox istədiyi budur ki, övladları zehni və məntiqi baxımdan daha bacarıqlı olsun. Bununla bağlı hansı oyunlar tövsiyə edirsiniz ki, yəni və siz əməkdaşlıq edirsiniz yəqin ki, bu uşaq inkişaf mərkəzləri ilə? Bir çox, belə deyim, düzgün vurguladınız ki, biz bir çox logopedik mərkəzlərlə, eləcə də uşaq inkişaf mərkəzləri ilə əməkdaşlıq edirik. Onlarla belə deyim, istəklərinə uyğun həm məhsullar gətiririk toplu şəkildə, həm də bizdə olan məhsullardan onlar yararlanırlar, zehni inkişaf oyunları və digər sindromlu uşaqlarımız, körpələrimiz var ki, onlarda belə deyim, fiziki inkişafı artırmaq üçün istifadə olunan oyuncaqlar var. Beyin motorlarını çalışdıracaq, göz, əl və ayaq inkişafını bir yerdə tənzimləyə biləcək oyuncaqlarımız var ki, bunlar da mağazamızda var. Ona görə də dediyim kimi həmin mərkəzlərdən, logopedik mərkəzlərdən və müəyyən uşaq terapeutləri var ki, onlar bizlərlə əməkdaşlıq edir və o oyuncaqları toplu şəkildə alaraq öz mərkəzlərində istifadə edirlər. Bir neçə nümunə göstərə bilərik. Əlbəttə, belə deyim, əsasən 3 yaşın altı uşaqlarda nəyisə deməklə başa salmaq mümkün olmadığı üçün onlara göz yaddaşı formalaşır onlarda o müddət ərzində. Onun üçün valideynlər, məsələn, bu piramidaları göstərə bilərik. Valideynlər uşaqlarla bir yerdə oynaya biləcəyi bu piramidalar, valideynlərlə uşaqların bir yerdə oynaya biləcəyi, hansı ki bunları sadəcə valideynlər edir, uşaqlar da göz yaddaşı formalaşır. Təkrarlayır. Bəli, təkrarlayır. Daha sonra bu tip taxta puzzle var. Bunları məsəl üçün uşaqlar valideynlərlə bir yerdə işləməlidirlər. Onlar o 3 yaşın altı uşaqların ümumiyyətlə özlərinin məntiq inkişaf etdirici oyuncaqları tək oynamaq kimi bir hal mövcud deyil. Yəni bunu yalnız valideynlərlə bir yerdə ikisi bərabər şəkildə oynamalıdırlar. Həm əyləncə üçün, həm də bir yerdə daha çox vaxt keçirmək üçün. Daha sonra böyüklər üçün də bizim məntiq inkişaf etdirici oyuncaqlar. Neçə yaşa qədər? Məsələn, mənim 30 yaşım var, eləsi var ki, onu mən də hələ tam istifadə edə bilmirəm. Məsələn, Rumi kubları götürə bilərik. Smart game'lər var, 2 nəfərlik. Bunu həm uşaq valideyn də oynaya bilir, həm tək böyüklər də öz aralarında oynaya bilir. Müəyyən tapşırıqlar verilir, missiyalar verilir. O missiyalar puzzle kimi yığılmalıdır, iki tərəfli. Uşaqlarda dil inkişafını, necə dil inkişafı, yəni xarici dil inkişafı üçün olan bir çox oyuncaqlarımız var. Məsəl üçün, İngiliscə olan talking bookslar var, Rusca olan skaska kitabları var, nağıl kitabları var, sonra bu tip oyuncaqlar var. Bunlar öyrədici kartlardır, hansı ki içərisində 200-ə yaxın söz olur. Bunları şəkilli olaraq istəyirsiniz, mən sizə nümunə Onun mənim qabağıma da reklamlarda çox çıxır. Qiymətini deyə bilirik. bunun Pərakəndə və topdan qiymətini deyə biliriksə. belə deyim, bunların belə deyim, şəhərdə
qiymətləri fərqli mağazalarda fərqli qiymətlərədir. 12, 15, 18 hər qiymətə var. Hətta biz bundan öncəki podkast çəkdiyimiz studiyada bildirdilər 30 manata satıblar onlara. Amma belə deyim ki, topdan qiyməti daha uyğundur. Mağazamıza yaxınlaşaraq və yaxud da WhatsApp qrupunda əlaqə saxlayıb öyrənə bilərlər. Bu şəkildə istifadə olunur. Aktiv olunandan sonra Малыш, я рад тебя видеть. Найди карточку и поиграй buradan со мной. səsini reqlovka edirik. Bu rus dilindədir. Hot Düzdür? air balloon. Bunu Yox, ingilis həm dili. rus dilində, həm ingilis dilində. Baxın məsəl üçün. Bu kart rus dilindədirsə, hə, Yox, həm təkrarlayır. rus dilində, həm ingilis dilində. Məsələn, Воздушный шар. Hot air balloon. Hə, hər iki həm dildə. ingilis dilində, həm rus dilində tərcümə edir. Çox gözəl məhsuldur. Həm də bunu qeyd edim ki, bu məhsullar iki cürdür bazarda. Həm zaretka ilə olan var, həm batereyka ilə olan var. Bizdə olan batereyka ilədir, zaretka ilədir. Daha uzun müddətli, daha qənaətçi. İstifadə edə bilirik. 2 gündən bir də batereyka almağa ehtiyac qalmır. Bəy zəhmət olmasa qısa olaraq Legolarda təqdim eləyək. Legolarda son dövrlərdə daha çox istifadə olunan oyuncaqlardan bilirəm. Hansı qiymətdən başlayır, hansı qiymət aralığında var? Legolarımız topdan satışı 1 manat 50 qəpikdən başlayır, 65 manata qədər davam edir. Hal-hazırda da bir konteyner Legomuz gəlir. Onların içərisində pultlu Legolar da var və digər bir neçə cür yığılan bir qutuda belə deyim 30-40 formada yığıla bilən fərqli personajlar yığıla bilən, maşınlar yığıla bilən Legolarımız da gəlir ki, onlar da artıq yoldadırlar. Nə gözəl. İndi növbəti sırf oğlan uşaqları üçün və sırf qız uşaqları üçün hansı oyuncaq çeşidləri var, onları göstərək. Bir də ümumilikdə mağazamızda neçə 100 çeşid var, onu bilirik, yoxsa? 100 yox, hal-hazırda mağazamızda 1400 adda məhsul var. Maşallah. Fərqli çeşidlər var. Onlardan həm qızlar üçün, həm oğlanlar üçün, həm də qız oğlan üçün istifadə olunan, belə deyim, 5 yaşın altı bir çox məhsullar var ki, 5-6 yaşın altı məhsullar var ki, bunlar həm qız üçün, həm oğlan üçün istifadə oluna bilir. Birinci hansından başlayaq? Qız uşaqlarına, oğlan uşaqlarına? Ortadan başlayaq istəyirsən. Tamam. Burada gördüyünüz səsli oyuncaqlar, kapsullar, bunların əksəriyyəti həm qızlar üçün, həm oğlanlar üçün səsli oyuncaqlar olduğu üçün diqqət çəkmək üçün prosta olan sadəcə olaraq diqqət çəkmək üçün olan oyuncaqlardır ki, həm qızlar üçün, həm oğlanlar üçün istifadə oluna bilir. Batereykalı. Bəli, batereykalı məhsullardır. Sonra slime'lardır. Həm qızlar, həm oğlanlar üçün istifadə oluna bilir. İşıqlardır, uşaq otaqları üçün işıqlardır ki, LED işıqlar, bunlar həm musiqili səslilər var, həm sadə belə deyim, tavana müəyyən fiqurlar, rəngli işıqlar yansıtmaq üçün olan cihazlardır. Ondan sonra digər tərəfdə mən sizə göstərəcəm indi. Bir də bu tip oyuncaqlar var ki, bunlar bateriyakalı oyuncaqlardır. Həm qızlar üçün, həm oğlanlar üçün istifadə olunur. Çeşidi çoxdur, 200-ə yaxın çeşidi var tək bu bateriyakalı oyuncaqlarımızın. Slime'ların bir çox çeşidləri var. Belə traktorlu, oyuncaqlı, fotoaparatlı, kromili, müəyyən personajlı oyuncaqları var. Sonra Qiymət aralığını deyə biliriksə, onda qiymət deyək. aralığı slime'larda başlayır, 50 qəpikdən başlayır. Topdan qiyməti 5 manata qədər dəyişən fərqli slime'lar var. Ölçülərinə görə, həcmlərinə görə, sonra içəriklərinə görə fərqlənirlər. Ülvi və zəhmət olmasa birinci qız övladlarımızdan başlayaq. Ən çox tələbatlar və günümüzdə trenddə olan oyuncaqlar hansılardır? Birinci onlardan başlayaq, sonra ümumi digər. Qız uşaqları üçün oğlan uşaqlarına nisbətən çeşidlər daha çoxdur. Çünki belə deyim də, təbii ki, xanımların daha aşağı yaşdan istəkləri daha çoxdur. Ona görə həm kuklalar mövcuddur, gəlinciklər, müəyyən formalı gəlinciklər, daha sonra taxta oyuncaqlar var, həm mətbəx mebelləri, həm belə deyim, qonaq otağı, yataq otağı tipli mebellər var, taxtadan olan. Daha sonra müəyyən maşın növləri var, Barbie maşınlar falan, bunlar qız uşaqları üçün alınır ən çox. Daha sonra bir də burada mən sizə bayaq deməyi unutdum, ümumi oyuncaqlarda Walkerlər var, bir də ki piano xalçalar var.
onlar da ki, ümumi həm qız üçün, həm oğlan üçün çeşidlər mövcuddur. Bunlar da Walkerlər yeni yeriməyi başlayan uşaqlar üçün nəzərdə tutulub. Müəyyən yerimə vasitələri Dəstək var. göstərir. Bəli. Müəyyən yerimə vasitələr var ki, onları yəni həkimlərimiz də təsdiq edir ki, uşaqlar üçün ziyandır, hansı ki, uşağa dayaqla olur. Onlar uşaqlarda ayaq inkişafını zəiflədir, yəni sümüklər daha çox inkişaf eləmir. Uşaq çünki öz ayağının üstündə dayanmır, ondan asılı qalır, prosta ayaqlarını tərpədir, yeriməyi belə deyim də simulyasiya edir. Amma bu tip walkerlərdə artıq uşaq öz ayaqlarının üstündə dayandığına görə həm sümüklər, bel, onurğa sümükləri, həm ayaq sümükləri normal inkişaf edir. O dediyim digər vasitələrdə uşaqlarda həm də Tənbəllik yaradır. Bəli, tənbəllik yaranır həm onurğada, həm çanaq sümüyündə, həm də ayaq tam yerə basmır. Uşaqlarda artıq bizim nəsil uşaqlarda xatırlayırsınızsa daha çox ayaq ucunda yerimə var idi. Onun səbəblərindən biri də o tip manej deyildilər səhv eləmirəmsə onlara. Onlardır. Çünki onlar tənbəllik yaradır, inkişafda tənbəllik yaradır. Amma bu tip cihazlar, vasitələr uşaqların inkişafını Daha sağlam şəkildə yeriməsinə dəstək olur. Ülvi bəy, qiymət aralığını deyə bilirik. Ümumi qiymət aralığı mətbəx bunlar ölçüləridir və yaxud da ev oyuncaqlarıdır. evciklər belə deyim, topdan qiyməti 10 manat civarından başlayır yuxarıya kimi. Kuklalar isə 70 qəpikdən başlayır. Toptanı 50-60 manata kimi qalxa bilir. Bundan başqa qız uşaqları üçün həmçinin kosmetikalar, dırnaq setləri, Baxım məhsulları. Bəli, baxım məhsulları yenə də erkən yaşdan başlayırlar. İndi digər çeşidlərimiz də var, digər tərəfdə kosmetikalarını onları da göstərəcəm. Bir şey qeyd edim ki, yəni bunu həmişə valideynləri narahat edən mövzulardan ki, bu uşaq üçün olan kosmetikalar, uşağın dərisini bilir ki, uşaq dərisi daha həssasdır. Onlara bir ziyanı varmı? Onu qeyd etmək istəyirəm ki, məhsullar tam lisenziyalı məhsullardır və heç bir ziyanı yoxdur uşaq dərisi üçün. Bəli, bunlar Valideynlərimiz tam arxayınlıqla istifadə edə övladları bilərlər. üçün bu məhsulları alır. allergiya və digər qorxuları olmadan rahatlıqla istifadə edə bilərlər. Misal üçün gəlin birini götürüb bunu Bəli. qiymətini və say olaraq, yəni predmet sayı ilə deyə biliriksə, Bəli, burada deməli bu dırnaq bəli, nail. həm dırnaq üçündür, həm də ki burada müəyyən formalarda uşaqlar özləri üçün öz gəlinciklərini bəzəyə bilirlər, onlara müəyyən əşyaları düzəldə bilirlər, hazırlaya bilirlər. Burada üzüklər var və digər başlıqlar hazırlaya bilirlər. Üzüklər üçün qaşlar hazırlaya bilirlər. Daha sonra Bunun qiymətini deyə bilirik, maraqlananlar olsa. maraqlananlar olsa belə deyim. Ya ancaq WhatsApp-a yazsın. WhatsApp vasitəsilə bəli qiymətini Videoda gördüyünüz hər hansı bir oyuncaq varsa, gözünüzü tutan oyuncaq oldusa, skrin eləyib WhatsApp üzərindən qeyd etdiyimiz nömrəyə göndərib həmən məhsul qiymətini həm topdan, həm pərakəndə qiymətini öyrənə biləcəksiniz. Pərakəndə qiyməti də şəhərdə gördüyünüz çox mağazalardan daha uyğun qiymətə təklif olunur. Yəni bizdən ucuz görsəz problem yoxdur. Onu skrin eləyin, atın, sizə daha uyğun qiymətə verəcəyik. Sağ Deməli, bundan başqa qız uşaqlarımız üçün məişət əşyaları da var. Bunlara məsələn bu gördüyünüz çay setidir, sonra yemək setidir. Bunlar dəmirdəndir, dəmir materialdır. Daha sonra mikserlər, tostoran, paltar yuyan, çaynik, ütü və digər Hər şey var. bəli, yəni bütün ev əşyaları var. Şiş maşınları var. Yəni bunlar da işə vəziyyətlərdə hamısı bateriyakalı məhsullardır. Bir də mətbəx setlərindən danışmaq istərdim. Mətbəx setləri, həkim setləri. Bunlar da bu həkim setləri həm qız, həm oğlan üçün olur əksər hallarda. Amma belə termo setləri var. Bunlar da göstərə bilərsiniz. Aha, yaxından göstərirəm. Bəli. Həm daraq var içərisində, müəyyən kosmetika əşyaları var, make-up əşyaları var. Ondan sonra o tip mətbəx seti var. Məsələn, onların qazı, işığı, suyu, aspiratoru, hər bir şeyi işlək vəziyyətdədir. Ondan sonra bir də körpə uşaqlar üçün bunlar da bayaq yenə unutdum
təkrar qeyd edin. Bunlar beşik oyuncaqlarıdır. Həm pultlu oyuncaqlar var. Beşiyin başına quraşdırılır, özü fırlanır. Həm də sadə yerində qalan prosta beşiyin həm aksesuar kimi, həm də uşağın diqqətini çəkmək üçün, sakitləşdirmək üçün olan oyuncaqlar var. Baxın məhsulları ki var, onların set şəklində də olur. Bəli. Düzdürmü? Bu setlərimiz sizdə də var, bayaqları göstərdim. Onları detallı şəkildə göstərək. Göstərə bilərsiniz. Burada make-up setləri var. Gördüyünüz kimi müxtəlif çeşidlərdə. İndi bunların adlarını xanımlar daha yaxşı bilir. Ten deyirlər, pudra, pomada, nə bilim nə. Onlar xanımlar daha yaxşı bilir. Onların hamısından mövcuddur. Gördüyünüz kimi Bunlar hansı qiymət aralığındadır? bunlar da Çeşidliyinə dəyişir. görə 5 manatdan başlayır, 25 manata kimi dəyişirlər. Müəyyən fərqli setlər var. Bunlar dediyim kimi 5 manatdan başlayır, 25 manata qədər qiymətləri dəyişir make-upların. Daha sonra baxın belə. bu da make-up seti yoxsa? Yox. Bunlar mücrüdür, mücrü Pandoradır. İçərisində Pandoralar olur. İndi xanımlar bilir, orijinal Pandoraların qiyməti 2000-3000-dir. Bunlar təbii ki elə deyil. Oyuncaqdır, uşaqlar üçündür. Pandora setidir. Sonra make-up setlərinin 2 mərtəbəliləri var. İçərisində qolbaqlar, saç aksesuarları, dırnaq aksesuarları olur. 3 mərtəbəliləri var. Ondan sonra ten deyirlər səhv eləmirəmsə bunlar. Ondan var. Müəyyən setlər mövcuddur mağazamızda. Bu bölmənizdə isə karaoke mikrofonları, tək mikrofonlar, bluetooth mikrofonlar, naushniklər, daha sonra mələş qanadları ən çox trenddə olan məhsuldur. İşıqlı mələş qanadları mövcuddur. Ondan sonra uşaqların müəyyən bu da həm əylənməsi, həm inkişaf etməsi üçün kassa setləri var. Məsələn, burger kassa seti var. Daha sonra market kassaları var. Müəyyən kassa çeşidləri var ki, onlarda artıq uşaqlarla valideynlərin bərabər oynaya biləcəyi və yaxud da uşaqların öz aralarında oynaya biləcəyi oyuncaqlardır. Sonra bu şəkildə kodlu kassalarımız var. Bunlar uşaqların pul yığmaları üçündür. Özləri üçün pullarını yığsınlar, oyuncaqlarını özləri alsınlar. Məsələn, bu tip qəpik kassaları var. maraqlıdır. Kassalarının bəli bir çox çeşidi var. Özü əli ilə götürən heyvan kassalardır. Ondan sonra bu bölmədə olan məhsullarımızdan. Bir də onu vurğulamaq istəyirəm ki, bizdə düzdür oyuncaq haşiyəsindən biraz kənara çıxacağam. Bu tip hədiyyəlik paketlərimiz də var. Həm topdan satışda, həm pərakəndə satışda. Hər hansı bir hədiyyəni alıb onu qablaşdırılması üçün. Belə deyim. Adi mağazaları yox, ən çox alırlar, bujiteriya mağazaları, ətir mağazaları bu tip alınan hədiyyələri içərisində müştəriyə təqdim etmək üçün. Bax, gözəl. Məhsullar haqqında onu da qeyd edeyim ki, məhsullar haqqında ətraflı, yəni hər bir məhsulun videosunu görmək istəyənlər, necə işlədiyini görmək istəyənlər Instagram səhifəsini qeyd eləyəcəyik. Instagram və TikTok səhifəsinə. Instagram, TikTok, WhatsApp qrupu, hətta oradan belə deyim də qeyd olunur nömrələr, bütün nömrələr qeyd olunur. İstədikləri nömrədən də əlaqə saxlaya bilərlər. Topdan içində, pərakəndə içində. Orada 2 nömrəmiz qeyd olunacaq. Hər ikisindən əlaqə saxlaya bilərlər. Elə həm Instagram, həm TikTok üzərindən və yaxud da WhatsApp nömrəsinə yazaraq da sifarişlərini rahat şəkildə edə bilər. Çatdırılma şəhər üzrə, bölgə üzrə mövcuddur. Bəli, həm şəhərlərə, həm bölgələrimizə, hətta bizim xarici müştərilərimiz də var, Türkiyədən də müştərilərimiz var, kargo ilə də çatdırırıq. Yəni çatdırma problemimiz yox, problem yox. Maşallah. İndi isə keçək oğlan uşaqları üçün olan məhsulları ümumi olaraq göstərək, tanış edək. Oğlan uşaqları üçün əsas alınan məhsullardan qatar reysləri, üzərində qatarları ilə bu məhsullar daha çox üstünlük təşkil edir. Daha sonra pultlu maşınlar, dronlar, təyyarələr, sonra robotlar, daha sonra... Dronları əminəm ki, maraqlananlar çox olacaq. Bəli. Çünki özümə də maraqlıdır. Bu dronların
çeşidi, Dronların müəyyən çeşidləri, hansı müəyyən funksiyası qiymətləri var? 20-25 manatdan başlayır dronlar. Dronlar belə deyim, Nə hansı məsafəyə qədər qalxa bilir? məsafəyə qədər qalxmaqları, batereyka tutumları, batereyka sayı, məhsulun belə deyim, bizdə dronlar var. İndi burada yerləşdirə bilməmişik. Yeni gəldiyi üçün artıq anbarımızdadır məhsullar. Sınmayan dronlar var. H135, H290. Məsələn, onların icazəzad məsələsi necədir? Yoxsa Dronlarda icazə məsələsində heç Oyuncaqlarda problem icazə yoxdur. Var. Necə var? İndi orasını da vurğulayım. Kameralı dronlara bəli, həm satışı, həm istifadəsi qadağandır. Amma kamerasız dronlarda heç bir problem yoxdur. Nə satışında, nə alışında, nə istifadəsində. Tam rahatlıqla alıb istifadə edə bilərlər. Sonra robotları mən sizə göstərmək istəyirəm. Müxtəlif çeşid robotlar var. Sonra uşaqların ən çox sevdiyi Avengers'in personajlarıdır. Yəni Deadpool'dur, bunlar batereykandan filan danışır, nə Bunlar hansı bir personajlardır, sadə sadə personajlardır və bu tip onların musiqili olanları da var. Bunlar artıq musiqili səsli personajlardır. Daha sonra müxtəlif çalgı alətləri də var, musiqi alətləri də var. Məsələn, sintezatordur, pianinodur, gitaradır, ksinofondur və s. bu kimi çalgı alətləri də mövcuddur. Bunlar həm qız, həm oğlan üçündür. Oğlanlar üçün dediyim kimi pultlu maşın çeşidləri çoxdur. Təyyarə, dron, qatar, tanklar, daha sonra müəyyən ən çox hal-hazırda tələbat olan məhsullardan biri də bu 8 təkər pilləkən filan qalxan məhsullardır. Bir də ki, crazy carlar var, dəli maşın gedir. Baxın, bunlar həm qolbaq vasitəsilə çalışır, həm də pult vasitəsilə, joystick vasitəsilə çalışan məhsullardır. Bunlardan sonra mən dəmir maşın çeşidlərini göstərmək istərdim. Dəmir maşın çeşidləri bizdə çoxdur. Polkanı tam uzaqdan göstərsəz vitrini, dəmir maşın çeşidləri çoxdur. Müəyyən məhsullar var ki, burada indi olmayan məhsullar da var. Amma sifarişlə istənilən məhsulu modeli gətirə bilirsiniz. Təqdim edə bilirik. Bunun qiymət aralığını deyə bilirik. Bunların qiymət aralığı topdan qiyməti Kiçik ölçülərdən 250-dən başlayır, 25 manata qədər dəyişir. Amma qeyd edim ki, bu toplam müştərilər üçün dediyimiz qiymətlər bütün bazarda olan qiymətlərdir. Biz ondan əlavə də müştərilərimizə ümumi summanın əlavə 5% dəyərində də endirim edirik. Oğlan uşaqlarının ən çox sevdiyi oyuncaqlardan biri də silahlardır, təbii ki. Silahların bizdə bir çox çeşidləri var. Belə deyək, ən çox trend olan Squid Game'in silahları var. Bunların içərisində həm maskası, həm personajı, həm silahı var. Daha sonra Nerf silahlardır. Bunların da bir neçə çeşidləri var. Ondan sonra həm gel atan, həm qubqa atan, nerf atan silahlar var. Bunların elektronları da var, əllə idarə olunanları da var. Daha sonra PUBG silahları var. PUBG-nin bir neçə çeşid silahları var. Bu silahlar, daha sonra burada göstərə bilərik bu silahlar. Bunlar PUBG-nin silahlarıdır. Bunlar hamısı PUBG personajlarının silahlarıdır. Sonra Spider-Man-in, Hulk-ın və digər brendlərin də silahları mövcuddur mağazamızda. Silah çeşidlərimiz çoxdur. Onlar hansı qiymət aralığındadır? Deməli, silahlar da başlayır, 5 manatdan başlayır, topdan qiymətləri daha çox 55 manata, 60 manata qədər olan silah çeşidləri var, topdan qiymətləri. Deməli, mağazamızda həmçinin böyüklərin, həm də uşaqların oynaya biləcəyi oyun setləri var və valideynlərlə uşaqların bir yerdə oynaya biləcəyi oyun setləri var. Bunlara monopoliyalar, bunu müştərilərimiz özləri çox mən dedikcə biləcək hansı oyunlardır. Monopoliyalardır, sonra mafya oyunlarıdır, balıq oyunlarıdır, twisterdir, headbounce'dır, pingvin oyunlarıdır, sonra bu ktoyadır, daha balıq tutmaq oyunları, daha sonra sırımış var, pendir, sistem pendir oyun, tələ oyunudur, daha sonra tort oyunları var, pasta oyunları, müxtəlif növdə
bu tip oyuncaqları mağazamıza yaxınlaşaraq və ya da onlayn sifariş edərək əldə edə bilərsiniz. Deməli, növbəti çeşid mallarımız idman mallarıdır. Bunlara deməli, stol üstü xokkeylər, daha sonra bilyard. Burada bir şey nəzərinizə çatdırım. Yayda hal-hazırda uşaqların ən çox sevdiyi məhsullardan biri də roliklərdir. Roliklərin də bizdə müəyyən çeşidləri var. Bunlar nəzərinizə çatdırım ki, gel təkərdirlər və 4 təkəri işıqlı roliklərdir. Bunların bir nüansı da nəzərinizə çatdırım. Bunların razmerləri də dəyişə bilir. Yəni uşağın böyüdükcə istifadə edə bilər. yenisini almağa artıq ehtiyac yoxdur. Razmerini dəyişdir. Məsələn, bunu göstərə bilərəm. 35-38 razmer aralığında bütün ayaqlara uyğun olur. Sadəcə olaraq bir dənə 10-11 yaşdan 14 yaşa kimi, 15 yaşa kimi dəyişə bilir. istifadə edə bilər. Bir də uşağın ayağının razmerinə baxır, o uşağın inkişafına baxır. Təbii ki. Daha sonra burada mən sizə göstərə bilərəm xokkeyləri. Bunlar hava xokkeyləridir. Zaryadka ilə olanlar, bateyka ilə olanlar da var. Toka taxılanlar da var. Promoy naqillə əlaqəli olanlar. Bilyardlar, daha sonra basketbol çeşidləri, futbol çeşidləri, boks çeşidləri. Ondan sonra bunlar hansı göstərə bilərəm. Bunlar yerdən qoyulan Bəli. Stoykada olan dayağı sökənikli boks setlərdir, basketboldur, voleyboldur, həmçinin divara bərkidilən də var. Bilyarddır, golf setidir. Daha sonra bir də belə bir çox maraqlı setimiz var. Bu set komplektdir. Bunun üstündə həm futbol qapısı mövcuddur, həm basketbolu, həm də bowlingi mövcuddur. bu setlərin qiyməti neçədən başlayır? Bu setlər də hər qiymətdə var. Deməli, bunlar başlayır 15 manatdan başlayır topdan qiyməti 90-100 manata kimi dəyişə bilirlər fərqli qiymətlər. Ülvi bəy, zəhmət olmasa son olaraq bizə əməkdaşlıq haqqında məlumat verin ki, əgər və yaxud da bir şəxs oyuncaq mağazası haqqında mağazası açmaq istəyərsə, hansı köməklikləri, dəstəyi verirsiniz? Bunun haqqında qısa da məlumat verək, daha sonra yekunlaşdıraq. Bayaq da bildirdiyimiz kimi biz artıq neçə ildir bazardayıq. Ona görə hansı ərazidə, hansı bölgəmizdə, hansı məhsulların daha yaxşı satıldığını bilirik. Ona görə də yeni mağaza açan müştərilərimizə, topdan müştərilərimizə öncədən xeyirli olsun deyirik və öz həm konsultasiya dəstəyimizi, mal seçimində dəstəklərimizi göstərə bilərik və bizimlə yeni əməkdaşlığa başlayan müştərilərimiz üçün də müəyyən topdan qiymətinə də əlavə endirimlər edirik. Çünki artıq yeni başlayan müştərilərdə müəyyən vəsait problemi olur filan. Ona görə biz çalışırıq ki, onlara da o baxımdan da dəstək olaq. Mağazamızda bildirdiyim kimi topdan müştərilərə getdikcə endirim faizləri artır. Yəni məsələn 5%-dən başlayır ki, müəyyən bir məbləğin üzərinə çatandan sonra, dövriyyələr müəyyən məbləğin üzərinə çatandan sonra endirim faizləri də artır və bazarda bir şey də vurğulamaq istəyirəm ki, topdan bazarda istənilən məhsulu hardasa daha ucuz qiymətə gördükləri məhsulu bildirirlər müştəri bizə. Təbii ki, o hal mövcud ola bilər, çünki malın gəlişi ilə bağlı, müəyyən hallarla bağlı ola bilər ki, aşırı dərəcədə yox, müəyyən qiymət fərqi ola bilər, qəpik fərqi ola bilər. Onu da biz aradan qaldırırıq. Yəni bazarda müştərilərə istədikləri kimi məhsulları həm çatdırılmasını, həm qiymət fərqini aradan qaldırmağı belə deyək, vəd edirik. Çox sağ olun. WhatsApp üzərindən onlayn satış edən müştərilərimizə WhatsApp qrup haqqında qısa olaraq onu da qeyd eləyək. İndi videonun altında qeyd olunacaq əlaqə nömrəmiz. Həmin müştərilər bizimlə əlaqə saxlasın, biz onları WhatsApp qrupuna əlavə edirik. Həmçinin orada qiymətlər də qeyd olunur. Həmin müştərilərin müştəriləri olur. Onlar da müştəridən müəyyən malın dediyim kimi, bayaq da vurğuladığım kimi görüntüsünü filan istəyirlər. O da problem deyil. Bizimlə əlaqə saxlasınlar. Biz onlara o dəstəyi də göstəririk. Məhsulun tam görüntüsünü onlara video şəklində, şəkil şəklində istəyirlərsə şəkil şəklində göndəririk.
Çox sağ olun Ülvi bəy, ətraflı, detallı məlumat verdiyiniz üçün təşəkkür edirəm. Vaxt ayırdınız. Bizə izləyicilər üçün bu istədikləri oyuncaq mağazası, oyuncaq toplantısı olaraq fikirlərinizi bildirdiniz. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Son olaraq onu da bildirmək istəyirəm ki, WhatsApp qrupa qoşulmaq istəyənlər, öncə bizim WhatsApp kanalda da olanlar bilir. Biz həmən bu mağazanın WhatsApp qrup linkini həmən kanalımızda paylaşırıq. Həmən bir kliklə keçid edib qrupa da qoşula bilərsiniz. Kim ki, yenə qeyd edirəm, bu çeşid məhsulları, oyuncaq alış-satışını etmək istəyir, mağaza açmaq istəyir, qiymətlərlə tanış olmaq istəyir və qrupa daxil ola bilər, çeşidlərlə tanış ola bilər, qiymətlərlə tanış ola bilər, həm onlayn sifariş edə bilər və yaxud da mağazaya bu Sədərəkdə yerləşən ünvana yaxınlaşıb, detallı olaraq yaxından da çeşidlərlə tanış olub, əməkdaşlığa başlaya bilər. Bugünkü videomuz bu qədər dostlar. Maraqlı oldusa videomuzu bəyənib, paylaşmağı unutmayın. Kanalımıza abunə deyilsə kanalımıza abunə olun və növbəti çəkiliş hansı toplantısı mağazada olmağını istəyirsinizsə şərhlərdə qeyd edin. İzlədiyiniz üçün təşəkkürlər.